Hər vaxtınız xeyir olsun əziz izləyicilərimiz. Sizə Bilgəh bağlarında, hansı ki Bilgəhdən də yolu var, Bilgəh Vişnokka yolundan da yol var, Maştığa Buzovna yolundan da gələ bilərsən. Yəni Albalı tərəf, hansı ki burada belə deyək də, sırf bu ərazilər öz ab-havası ilə seçilir. Qapısına kimi asfalt olan 5 sotdaba belə bir həyət evidir. Həyətində də ki maşallah olsun, yaşıllıqlar görürsünüz, meyvə ağaclarından tutmuş, dekorativ gül çiçəklərinə kimi. Bir dənə keçək evlə də tanış olaq yavaş-yavaş. Demək, evimiz 5 daş kürsüdədir. Özünüz də görürsünüz. Belə desək ki, kənd evi. Yəni, istəsiniz bağ kimi də istifadə edirsiniz, həyət evi kimi də. Keçək içəri evin içində. Əziz izləyicilərimiz, demək, evə gələndə bizdən sol tərəf üstə zalımızdır. Zalla üzbəüz mətbəximizdir. Onu da vurğulayım ki, mətbəx mebelimiz qalacaq. Pəncərələrdən hamısı öz həyətinə baxır, divardan da ki, aralıdır. Həm evin, həm həyətin çıxarışı var. İstilik sistemi isə kombidir, divarda da ki, radiatorları görürsünüz. Bura bizim, belə desək ki, iki yataq otağımız var ki, bir yataq otağı buradır. Ev hər tərəfdən, belə desək ki, hava yer çəkəndir. Bura isə ikinci bir yataq otağıdır. Bura hamamıdır. Bura isə ayaq yolçudur. Bugünkü gün qiymətə görə həqiqətən deyirəm ki, çox münasib verirlər. Qiymət həm evin, həm həyətin çıxarışı var, özəl mülkiyyətdir. 115 min manat. Yəni təcili qoyulub deyə bu qiymətə verilir. Qapısına kimi asfalt, bütün kommunikasiya xətləri də var. Kimə maraqlısı bir dənə nömrəni yığırsınız, siz sahibinə görüşdürürük. Sağ olun.